ölkəmizin harasında yaşamağınızdan asılı olmayaraq, orada görülən abadlıq və quruculuq, yenidən qurma işləri ilə bağlı bizə gözəl görüntülər çəkin göndərin bizim əziz, gözəl və dəyərli tamaşaçılarımız. Maşallah olsun, Qarabağımız günü-gündən gözəlləşir. Azərbaycanlılarla öz doğma yurt yerimiz daha da möhtəşəm olur. Təxirə salınmaz orada yeni infrastruktur layihələri icra olunur. İnsanların yaşayışının yüksək səviyyədə olması üçün iş yerləri açılır. Ondan sonra təhsil müəssisələri inşa olunur, bağçalar tikilir. Hələ nə qədər indiyə qədər bax, bu cür işlər həyata keçirilib və yenə də davam elətdirilir. Yeni yollar çəkilir. Artıq insanlarımız çox rahatlıqla Qarabağa, Zəfər yolumuz vasitəsilə və digər yollar vasitəsilə gedə bilirlər. Növbəti bir xoş xəbəri də istəyirəm çatdırım Qarabağımızla bağlı, Şərqi Zəngəzurumuzla bağlı. Deməli, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Xankəndi şəhərinin Kərkicahan, Xocavənd rayonunun Hadrut qəsəbələri, Cəbrayılın Şükürbəyli, Şuşanın Böyük Qala Dərəsi, Xocalının Ballıca, Badara və Xanabat, Ağdərənin Çıldıran, Vəngli və Həsənriz kəndlərinə köç edənlər, yəni növbəti köç olub və həmin o bizim ərazilərimizə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kərkicahan qəsəbəsinə 8 ailə olmaqla 34 nəfər, Hadrut qəsəbəsinə 4 ailə olmaqla 15 nəfər, Şükürbəyliyə 7 ailə 28 nəfər, Böyük Qala Dərəsinə 3 ailə olmaqla 14 nəfər, Ballıcaya 2 ailə 7 nəfər, Badaraya 2 ailə 5 nəfər, Xanabada 2 ailə 5 nəfər, Həsənrizə 13 ailə olmaqla 53 nəfər, Çıldırana 13 ailə olmaqla 53 nəfər, Vəngliyə isə 4 ailə daxil olmaqla 23 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevəyə təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin ruhunu sayğı ilə və minnətdarlıqla yad ediblər. Bəli, bu çox gözəl, möhtəşəm xəbərdir. Az qala verilişimizdə 2 dəfə, 3 dəfə hər verilişimizdə biz köçə dair, intensiv köçə dair xəbərlər təqdim edirik. Çox gözəldir bu. Mən Qarabağımıza köçən, Şərqi Zəngəzurumuza köçən, artıq orada yaşayan bizim vətəndaşlarımıza deyirəm ki, necədir əhvalınız, necə qarşıladınız, sizin üçün orada hansı şərait yaradılıb, öz məmnunluq hisslərinizi əlbəttə ki, bizimlə bölüşə bilərsiniz. Oradan çəkilişlər eləyib göndərə bilərsiniz bizim qaynar xəttimizə. Biz də sevə-sevə məmnunluq və qürur hissi ilə paylaşmış olaq. Çox şükürlər olsun ki, biz artıq Qarabağımıza dair, Şərqi Zəngəzura dair ancaq və ancaq xoş xəbərlər təqdim eləyirik. Belə əziz tamaşaçılarımız, bir daha 055-214-99-94 nömrəli WhatsApp qaynar xəttimizi sizin üçün xatırladıram. Günümüzün sualına cavabı bura yaza bilərsiniz. Gözəl-gözəl mənzərələri bura göndərə bilərsiniz. Sizi narahat edən məsələlər də əlbəttə ki, bizim üçün çox önəmlidir. Hansı ki, o qayğılandırır sizi, sosial problemlərdir. Çalışırıq ki, komanda olaraq bax, o probleminizi işıqlandıraq. Bundan da bəhs eləyə bilərsiniz. Qısa bir ara verək biz reklamlarla. Daha sonra mən sizə çox önəmli xəbərlər təqdim edəcəm.